Afa xanım, sizə qurban olun. Ne olur məni bu söhbətdən uzaq edin. Xahiş edirəm. Vallahi qorxuram, səhərdən əl-ayağıma, sözümə baxmır. Həyəcan içindəyim, and ol Allaha. Vallahi and ol Allaha. Şahidlikdən başqa vallahi bu gücüm çatmır. Mən polis qapılarında qalmaq istəmirəm. Minarəni vermiş, Svetanı vermiş. Fərqi nədir? Siz elə bilirsiniz ki, Teymur onu orada qoyacaq, pulunu verib çıxardacaq. Bəs mən nə edəcəm? Mən nə edəcəm? Afa xanım. Mən qalacam axı. Vallahi istəyirsiniz asın, kəsin. Vallahi siz töhmət verin, dərsimi alın. Vallahi heç nə deyəndə razıyam. Anam Allaha, dünənləri qırğındaydım da. Mən Tofiq bunu bildi, elçixana yaxın. Yəni, dedi Lalə, bu polis söhbəti nədir qarışma da. Yəni, mən, bax, şahidlik nə edir, siz eləyirəm də. Hara deyirsiniz gedim eləyim. Məhkəmə başqa şeydir, polis başqa şeydir. Dedi, mən hər şey qoyuram, bir qırağa, Afa xanım, mən Teymurdan qorxuram. And ol Allah, Teymur, Svetanla tutturduq. Teymur məni sakit qoyar bu məsələni. Dünən o polis səfəri gəldi, muhtar müəllim gəldi. Mən ona söhbət elədim və mən ona açıq dedim ki, Lalə Şəfəqətova qorxur və mən həqiqətən ona görə sənin dediyini mən biraz böyütdüm dedim ki, mən ona görə narahatam, onlar axmaq adamlarlar, qıza bir şey eləyər falan. Onlar deyirlər ki, biz başa düşürük. Və o mənə ağıllı bir təklif elədi ki, deyirəm, mən nəyə görə sizə deyirəm ki, bu adam polisə gəlməsin, siz onu çağırmayasınız, üzə gəlməsin. Və onlar mənə söz verdilər ki, biz başa düşürük, qadın xeylağıdır və ondan niyə qorxduğumuzu da başa düşürük. Amma deyir, siz heç narahat olmayın ki, onlar deyir, qorxaq adamdılar, ciddi bir şey əl atmazlar, özə bilirlər ki, nəzarətdədirlər. Niyə deyir Lalənin ərzəsi bizə lazımdır? Bizim əlimizdə deyir, köhnə ilə bağlı bir dənə heç olmasa ərzə olmalıdır ki, biz onu çağıraq. Mən də deyirəm, bunu yumuşaq formada eləyin ki, bu qız nə onunla üz-üzə gəlsin, nə sizə acilli ərzə yaxsın. Bilirsən nəyə razılaşdıq biz dünən? Bax, vəkil də mənə dedi ki, Lalə, lütfü get şahidlik elə, qətnaməni udun, qətnamə ilə yaşıl işıq olacaq şu sizə üçün. Şahidlik eləyəcək, başqa şey istəməyəcəksiniz siz bundan. Mənlə razılaşdıq və nəyə razılaşdıq? Sənin bizim vəkilə verdiyin ərzə var ha. Eyni ərzənin formasını yazacaqdır. Yaxıbı sən güya izahat verirsən. Bitdi. Sənin qalacaqdır həmin ərzə imza atmalı. Qutardı gedəcək. O sərsən ərzə yazdırmayacaqdır. Yox, bilirəm. Yenə də polisə gedir axı bu söhbət. Polisə gedəcək. Hə, hara gedəcək? Məhkəməyə gedəcəksən. Məhkəməyə gedirəm də onsuz da. Deyirəm ki, onsuz məhkəməyə gedirəm də, amma polisi yazmayayım da, adını yazmışım, böhtan olacaq. Polis gedəcək onun üstünə, o da gəlib bu biləndə söhbəti, mən uçurdar, alın dolu Allaha, Teymur balaca adam deyil. Ərzə yazma, mən səndən şikayət edeyim. Hə? Ərzə yazma, mən səndən şikayət edeyim ki, Lalə keçənin o işlərin içində olub. Sən də məcbur ol, izahat ver ki, amma mən heç nə eləməmişəm. O, bəs mən o üçün görməmişəm, mən nətər deyim ki, gör, məsələn... Yox, mən səndən şikayət edəcəm ki, Sveta kartçıqaları Laləyə paylaşdırıbdır. Başa düşdün? Sən də izahat verəcəksən ki, mən paylamışam, Miranə paylayıbdır. Onu istəyirsən? Hə, öyle eləyərəm də, mən nə qarım başqa? Sən deyəcəksən ki, məndən şikayət edib ki, sən gəlib paylamışsan, əgər səni dirəsə ki, o tutsalar zaten dirənmək ehtimalı olmayacaqdır. Onu bu dəfə buraxmaq istəmirik polis, başa düşdün? Bir var birinci dəfə öldü keçdi, bir var da ikinci dəfə. İndi bu vəziyyəti belə yaradarıq ki, mən səndən şikayət edirəm ki, mən şübhələnirəm ki, Lalə Şəfəqətov onları paylaşıbdır. Sən də məcbur olub ifadə verirsən ki, mən paylaşmamışam, Miranəyə paylaşdım. Bəs onlar da sonra Miranəni çağıracaqlar axı. Miranəni zaten vermişəm qızım, onu vermişəm. Miranəni vermişəm. Olsa Miranəni çağırsa yenə də onlar qarışacaq. Yenə söhbətin içindən qarışacaq. Onda sən qarşılayacaqsan da, mən səni təhdid eləmiş kimi görünəcəm, başa düşdün? Ki, mən səndən şikayət eləmişəm. Sən bu məsələdə kənara çəkilmiş olsan, mən hesab eləyəcəm ki, sən Svetaya dəstək vermiş olursan. Mən çəkilmirəm. Mən sadəcə deyirəm ki, mən ona görə deyirəm ki, 10 dəfə deyirsiniz, 10 dəfə gedim, bilsiz necədir, bax, vəkilim, mənim əmim oğlu vəkildir də, çox gözəl savadlı vəkildir. Mən elə şeyləri sənə
yaxşı Yəni bilirəm, məhkəmə bala. mədəni yerdir. Məhkəmə bir var özü eşidir, özü qulaq asır, özü biləcək. Həm də ki, uzaqbaşı məni neyniyəcək? Məhkəmə maksimum viranətə getdi, məni neyniyəcək ki, maksimum lap cəza verəcək. Maksimum get küçələri süpür, maksimum da. Yəni belə amma polisdə qorxuram mən. Başa Amma düşürsən? sualı sənə mən verməyəcəm də. Mən polisə şikayət elədiyimə görə, mən uzaqbaşı onu eləyə bilərəm ki, hə, mən Lalədən şikayət edirəm. Siz gəlin Lalənin izahatını məktəbdə alın ki, səndən şikayət var deyə görüm niyə paylamısan. Başa düşdün? Onu eləyə bilərəm. Amma onda gəlib səndən həqiqətən şikayət edim də ondan. Başa düşdün? Hə. İndi də başqa variantım yox. Tipa mən səni cəzalandırmaq istəyirəm ki, mənə nə? Sən indi qoşulmamısan da, zamanında sən onun içində olmuşsan. Anladın? Zamanında olmuşsan da, sən nə istəyirsən? Mən indi sənin canını alım. Onu istəyirsən? Mən zaten səni cəzalandırmamışam elədiklərinə görə. Mən hər şeyi keçib sağ demişəm ki, çölə atmıram ki, bir tikə çörəyini yiyəsi ol. Bu qabağında sən sağ olun budur ki, mən çəkmirəm kənara qoy üstənə qədər söyürsün. Mən demirəm ki, çəkim. Mən polisdən mən polisə vermək istəmirəm. Nə eləyirsə eləsin, bir gün onun cəzasını çəkir. Söhbəti yox. Biz də səni cəzalandırmırıqsa, o demək deyil ki, sən gedib xanım bəy kimi gəzə bilərsən özün üçün kesinən. Mən yenə deyirəm, polisə verə bilmərəm. Mən Teymurdan çəkinirəm. Bu heç nə yox, gəlib qapının ağzında mənə elə sözlər deyər ki, mən onda gəlib məktəbə gəlməyim. Ay yox, valla yox. O gecə ilə məni apararlar. O balaca adam bilmir. Ay bax, valla hə. And içir, valla tanımırsınız. O balaca adam deyil, elə yerdə onun əlaqələri var ki, vallah bilmirsiniz. Söylə görə harda əlaqələri var? Vallah var da. İndi hər adam deməyəcək ki, mənim əlaqəm var. Yəni tanıyanlar bilir də. Gəlib tutsalar, eləsələr, Teymur bunu boş buraxacaq. Sizcə məni sağ buraxacaq. Başa düşürsünüz? Niyə Teymurun əlində sənin əlində alibi var? Nə olsa arvadını tuturam axı. Arvadından qarşı şey vermişəm axı. Ona görə. Mən səni tuturam. Rahatdır sənə. Hə, necə verir? Yaxşı verin.